Değerli dostlar, hörmətli Qurtun izləyiciləri, salamlayıram hər birinizi. Bugün sizlərə Balakən şəhərinin mərkəzi küçələrinin birində gördüyünüz kimi Asan xidmətin tam yaxınlığında yerləşən möhtəşəm bir evimizi təqdim edəcək. Evimiz gördüyünüz bu evdir. İndi sizlərə ətraflı olaraq hər bir tərəfli video təqdimatı edəcək. Daxil olan evimizin daxilində gördüyünüz kimi dəmir darvazaları yoxlar, yük vasitəsilə idarə olunur. Burada bir gözəl həyat vardır. İşlərdə həyatda yekunlaşma üzrədir demək olar ki. Deməli dostlar, gördüyünüz kimi ağlardan, yolmaqlı bir daşdan istifadə olunaraq inşası olunmuşdur. Böyük bir evdir, daxil olaraq evimizə. Deməli, 3 daş kürsülüdür, birinci mərtəbə. Möhtəşəm bir şəkildə daxilini indi sizlərə təqdim edəcəm dostlar. Deməli, bura girəcəkdir. Girəcəkdə açıq belə bir zal vardır. Nəzər salaq, hər bir tərəf təcrübələri ustalardan və dizayn olunmuş şəkildə təmir olunmuşdur. Deməli, burada gördüyünüz kimi burada da digər bir otaqlar, yəni bütün işıq sistemi, belə deyək, Atapeniya sistemi hər biri ayrı-ayrılıqda çəkilmişdir. Dekoralardan ümumi olaraq hər bir tərəfi əl işləmələridir, nəzər salsaq. Pilləkənlər, mərmər pilləkənlərdir dostlar. Birinci mərtəbədə sanuzeli mövcuddur, əlavə bir mətbəx nəzərdə tutulmuş otağı vardır. Burası sanuzel ayaq yoludur. Gördüyünüz kimi böyük bir şəkildə. Buranın mətbəxdən istifadə edə bilərsiniz. Vaxt məhdəliyyətinin hər bir tərəfini sizlərə təqdim edə bilirəm. Deməli, belə deyək dostlar, bütün tavan hissəsi gördüyünüz kimi asfalt tavandan istifadə olmuşdur. Hər bir tərəflər əl işlərinin möhtəşəm bir şəkildə təcrübəli ustalardan ibarət tavanın tərəfindən belə deyək, təmir və keyfi prosesi aparılmışdır. 3 mərtəbəli bir dostlar. Axtaranlar olsunlar, birbaşa bizimlə əlaqəsi aslında. Bu ikinci mərtəbədir. İkinci mərtəbədə bir yataq otağı, 2 yataq otağı mövcuddur. Bu bir yataq otağımızdır. Gördüyünüz kimi hər bir genişlik daxillərdir. Yataq otağının özünə məxsus burada sanuzeli mövcuddur. Daxil olaraq. Deməli, hər bir tərəf qeyd etdiyim kimi lehqalardan əl işləri ilə işlənmişdir. Burada bir digər bir yataq otağımız mövcuddur. Burada da gördüyünüz kimi bu qıraqları hər bir tərəfi düzəldəcəkdir. İkinci mərtəbənin özünə məxsus olan deməli, burada eyvanıdır. Nəzər salaq. Deməli, ikinci mərtəbədə yenə sizlərə təqdim edir. Burada da bir böyük qonaq otağı, burada da istifadə edə bilərsiniz. Yenə, buradan da qonaq otağı və yaxudaki yataq otaqları kimi istifadə edə bilərsiniz. Gördüyünüz kimi hər bir otağın deməli, tavan hissəsi nəzər salsaq gözəl işləmələrlə işlənmişdir. Qalxaq 3-cü mərtəbəyə nəzərdə çatdırın ki, bütün pilləkən sistemin işləmələr hər biri deməli mərmər istifadə olunmuşdur. Buna 3-cü mərtəbədə böyük belə bir yolumuz aldığımızda tavan hissəsində nəzər salaq, böyük möhtəşəm bir şəkildə və qıraq tərəfi demək olar ki, hər bir tərəf qıraq tərəfi gördüyünüz kimi eyvanla əhatə olunmuşdur. Burada möhtəşəm panorama vardır dostlar. Həm Balakən dağlarına gördüyünüz kimi ekoloji cəhətdən
Gözəl bir havası olan yerlərdəndir. Qonşuluqlarla əhatə olmuşdur. Burada köhnə evlərdən yoxdur demək olar. Bütün infrastruktura yaxın bir ərazidir. Qeyd etdiyim kimi tam Asan Xidmət qarşımızdadır. Yəni çox sayda infrastruktura yaxın bir ərazilərdən hesab olunur buralar. Gördüyünüz kimi hər bir, yəni bu günbəzin demək olar ki, dörd bir tərəfi balkonlarla əhatə olunmuşdur. Belə dostlar, evimiz haqqında bütün məlumatları sizlərə verdim. Balakən şəhərində Asan Xidmətin tam yaxınlığında olan 3 mərtəbədən ibarət gözəl bir villa. Əgər siz də axtarırsınızsa, buyurub bizimlə əlaqə saxlaya bilərsiniz. Çox sağ olun, hər birinizin diqqətinizə görə minnətdaram. YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun.